Azərbaycanda bir həkim tam 45 dəqiqə fasiləsiz ürək masajı edərək xəstənin həyatını xilas edib. Ağsu rayonunda 6 uşaq anası olan Sevinc Əliyevanın səhhətində müvafiq cərrahi əməliyyatdan sonra qəfil ağırlaşma yaşanıb. Xəstədə kardiak arrest və kəskin ağciyər çatışmazlığı qeydə alınıb. Həkimlər üçün bu sadəcə peşə deyil, bir ananın həyatını xilas etmək missiyası olub. Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Jalə Müslümova dərhal prosesi öz nəzarətinə alıb. Onun rəhbərliyi ilə təcrübəli tibbi komanda xəstəyə 45 dəqiqə ərzində bir an belə dayanmadan qapalı ürək masajı və intensiv reanimasyon tədbirlər həyata keçirib. Bu, ölümün ağışından bir həyatı xilas etmək üçün aparılan qəhrəmancasına bir cəhd idi. 45 dəqiqə, fasiləsiz qətiyyət. Həkimlərin bu unikal peşəkarlığı sayəsində xəstənin ürək fəaliyyəti bərpa olunub və möcüzəvi şəkildə həyata qaytarılıb. Təəssüf ki, noyabrın 26-sında xəstənin ürəyi ikinci dəfə dayanıb. Amma Azərbaycan həkimlərinin qətiyyəti sayəsində təkrar reanimasiya tədbirləri xanımı yenidən həyata qaytarıb. Bu, tibbi təcrübənin və böyük insani fədakarlığın zəfəridir. Və nəhayət, dekabrın 8-də Azərbaycan həkimlərinin qətiyyəti sayəsində Sevinc Əliyeva sağlam şəkildə 6 övladının yanına qayıdıb. Təşəkkürlər Azərbaycan həkimləri.